Salam, mən Firuzə Hüseynli. Bu gün sizə məstər mövzusunun izahını verəcəm. İlk öncə təsriflənməyən formalar haqqında ümumi məlumat verim. Təsriflənməyən formalar nədir? Təsriflənməyən formalar şəxsə, zamana və kəmiyyətə görə dəyişə bilməyən feillərə təsriflənməyən feillər deyilir. Bax, bu qayda bizim üçün vacibdir, çünki testlərdə bu qaydadan salırlar. Məsələn, deyir ki, məstər zamana görə dəyişə bilir. Bu səhv olacaq. Çünki təsriflənməyən formanın üç forması da məstər də, feili sifət də, feili bağlama da nə şəxsə, nə zamana, nə də kəmiyyətə görə dəyişə bilməz. Bu bizim qaydamızdır. Bu nə deməkdir? Məsələn, bir dənə feil götürürəm. Bu feili bağlamadır. Gələndə, çünki anda, əndə var tərkibində. Mən gələndə, sən gələndə, o gələndə görürsünüzmü? Hamısında gələndə eyni qalır. Amma gəlin, gəl feilini dəyişək. Mən gəldim, sən gəldin, o gəldi, biz gəldik. Görürsünüzmü? Hamısında dəyişir. Deməli, bu təsriflənən feildir. Bu isə feili bağlamadır, təsriflənməyən feildir. İndi isə baxaq məstər və təsriflənməyən formalar hər biri iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, məstər həm ismin, həm də feilin xüsusiyyətini daşıyır. Şəkilçisi nədir? Şəkilçisi maq-məqdir. Məsələn, oxumaq, yatmaq və s. bunlar məstərin şəkilçisidir. Məstərdə də morfoloji cəhətdən yenə də feil sayılırlar. Yəni bunlar təsriflənmir deyə biz bunları ayrı respublika elan edəsi deyilik ki, bunlar da feildirlər. Bəs yaxşı, məstərə aid xüsusiyyətlərimizi gəlin qruplaşdıraq. Bir var feilə aid xüsusiyyətlər, bir var ismə aid xüsusiyyətlər. Feilə aid xüsusiyyətlər odur ki, hərəkət bildirir. Məlum məsələdir. Məsələn, bir nümunə götürürəm. Bunu əzbər bilməsəz belə, bir nümunə mütləq ağlınızda olsun. Yazmaq. Yazanda hərəkət edirik. Deməli, həqiqətən də hərəkət bildirir. Təsdiq və inkarda işlənir. Yazmaq təsdiqdədir, yazmamaq inkardadır. Hərəkətin adını bildirib nə sualına cavab verir. Məsələn, kömək etmək. Bu feilə aid xüsusiyyət yox, ismə aid xüsusiyyətin içində yazılmalı idi. Nə sualı? Məsələn, deyirəm ki, yazmaq gözəldir. Nə gözəldir? Yazmaq. Gördünüzmü? Nə sualına cavab verdim. Bu belə. İsimdən fərqli olaraq əşyanın yox, hərəkətin adını bildirir. Fərq bundadır. Mənsubiyyətə görə dəyişir. Məsələn, mənim yazmağım, sənin yazmağın, onun yazmağı, gördünüzmü? Dəyişə bildi. Mənsubiyyət qəbul edə bilir. Deməli, mənsubiyyətə görə dəyişdi. Məsələn, yazmaq üçün gəlmişəm, oxumaq üçün gəlmişəm. Görürsünüzmü? Üçün qoşmasını artıra bilirik. Ümumiyyətlə, yəni bir çox qoşmaları artıra bilərik. Hallana bilir. Məsələn, yazmağa, yazmaqdan, yazmaqda, gördünüzmü? Hallana bildi. Deməli, məstər bunlar da ismə aid xüsusiyyətləridir.